Assalamu alaikum əziz dostlar. Dostlar, bu evi bir evə paylaşmışam. Deməli, bu panika çıxmışdı ki, bu ev satılıb deyə. Gəlib baxanlar olub. Dostlar, evimiz durur. Evimiz çox münasib yerdə yerləşir dostlar. Bax, önündə avtovağzal. Zakatalı avtovağzalı. Burada otel, zapravkalar, dükkanlar. Deməli, bu yol 300 metre yuxarı çıxıb ana xəttə. Zakatalı Bakı yoluna. Deməli, burada çox şəfalı yerdir. Bu evin önü çaylaqdır. Bu evin önü çaylaqdır. Deməli dostlar, həyətimiz 17 sotdan ibarət. 12 sot yarım Kupçalıdır, 4 sot da bələdiyyə yeri. 17 sot, böyük həyəti var. Bir dənə həyətə daxil o, dərvazanı tarvalı, bir dənə arxadan göstər zəhmət olmasa. Bax da gözəldir. 7 sot üzüm var üstündə, 7 sot. Talanın da çox gözəl yerində yerləşir. Əziz talalılar, fürsəti əldən qaçırmayın, bax. Gəl içəri, bismillahirrahmanirrahim deyib daxil olaq dostlar. Deməli, o tərəfi göstərincə, bir dənə evi də belə götür zəhmət olmasa. 89-da tikilən evdir dostlar. Və evə bir dənə zəhmət olmasa operator, bir dənə stopera gəl inşallah evində çək. Və dostlar, burada sardra boşalı ilə sanuzel var ev üçün. Evə daxil olur, dəmir qapılar dostlar. Evə daxil olur. Deməli, burada dostlar, kuxna. Burada kuxnamız var. Burada balaca bir dənə qəşəng kuxnamız var. Burada belə koridorda oturası yerdir. Deməli, bir otaq, bu ikinci otaq buradadır. Deməli, üçüncü otaq buradadır. Gəlin, buranın ətrafını gördür. Üçüncü otaq buradadır. Yəni, dördüncü otaq da buradadır. Aferin qoyalım, sənə bir dənə xahiş edir, ətrafı, geniş otağı bir dənə ətrafını göstər. Bəli, 4-5 otaqdan ibarətdir. Olur. Deməli, burada da bizim həyətdə elə bir otaq var. Navestin başında. Bir dənə stop elə gəl. Və dostlar, bu gördüyünüz üzüm tarvalı çok büyük tarla var. 7 sort üzüm var diye üstünde sahibinin. Burada basenyası, su basenyası var. Burada bir de beşetkası var yay için. Burada çay içmek için. Bu otursan yayda istirahat ediyor. Geniş həyəti var. O divara başa kimi 17 sotdur dostlar. Burada bir tane yay için oturası ev de var. Laf qış tədarükü görərsən. 5'in 5'e bir tane otaq. Burada bir tane baş-başa naves. Yay için oturmaq üçün, əyləşmək olar. Deməli, burada belə bir dənə qəşəng, yenə bir dənə yer var. Hamı yerə qazıdır dostlar. O tərəfdə də damdır, o tərəfdə adel həyətdir, o başda da fındıq topaları var. Bu başda damdır. Çox geniş həyət var. Yaxşı mal-qara saxlamaq istəyənlər, həyətdə, dağ kəndlərində yaşayanlar. Bu həyət, bu yana həyət sanuzeli, sanitar qoşa. Burada hini var, toyuq üçün hin var, cücə baxmaq üçün yer var. Dostlar, çox qəşəng məsləhətli yerdir. Həyətdə meyvə ağacları da var. Bax, calğı var, atapa calğı var. Burada almalar var. Alça var. Palması var. Həyətin deməli, orada göstərilən hissədən ora bastırmalar bastırılıb. Bax, o bastırmalardan bu tərəfə, o başa divara kimidir. Və dostlar, buranın qiyməti 44.000 manat deyilir. Çox ucuz qiymətədir. Talada sotunu bilirsiniz də, belə yol kənarı sot neçədir. 44.000 manat deyilir. İnşallah razılaşma, real alıcı ilə razılaşma yeri olacaq. Dostlar, telefon nömrəsində vurğulayım. 077 512 74 76 mənim nömrəm. Əlaqə saxlayın. Belə həyətə, belə evə kimə olacaqsa inşallah Allah xeyirli eləsin. Alana da, satana da xeyirli olsun dostlar.